Salam əziz psixologiya sevərlər. Bugün bizim yenidən akademik psixologiya üzrə növbəti mövzumuzdur. Bugün biz sizinlə dərk etmə haqqında danışasıyıq. Dərk etmə elə bir anlayışdır ki, elə bir mövzudur ki, hər birimizə aiddir. Hər birimiz dərk etmə sayəsində öz şəxsiyyətimizi formalaşdırırıq, karyera qururuq, fəaliyyət göstəririk və cəmiyyətdə öz yerimizi tapa bilirik. Psixologiyanın kateqoriyaları içərisində ən böyük bir neçə kateqoriyadan biri də, mən deyərdim, birincisi də dərk etmədir. Doğrudur, bu uzun illər belə idi, amma son 40-50 il ərzində kognitiv psixologiya sayəsində aparılan tədqiqatlar dərk etməni artıq ikinci yerə keçirdi. Yəni, bugün artıq biz dərk etməyə kognitiv sistemin, kognitiv quruluşun, strukturun bir hissəsi kimi baxırıq, onun bir komponent kimi yanaşırıq. Ona görə ki, insan psixikasından bağlı son illərdə çox saylı yeni faktlar əldə olunub, onun kosmoplanetar quruluşu ilə bağlı, onun kosmik şuurla bağlı, ümumiyyətlə ruhi bədəni ilə bağlı çox yeni faktlar var ki, bu faktlar dərk etmə sahəsinə gətirilir və insanın dərk etməsinin yalnız baş beyin sistemində, yalnız idrak proseslərində məhdudlaşması deyil, ümumiyyətlə onun bütün dünya ilə əlaqədə baş verməsi sübut olunub. Bu mənada hazırda dərk etmə proseslərinə, dərk etmə əməliyyatlarına daha geniş mənada yanaşılır. Əvvəlcə dərk etmə nədir? Onu bir nəzərdən keçirək. Dərk etmə dünyadakı biliklərin, problemlərin, hadisələrin, təcrübələrin, eyni zamanda anlayışların, məfhumların hamısının anlaşılması, başa düşülməsi, anlaşılması, qavranılması və mənimsənilməsi prosesidir. Yenə də təkrar edirəm, yəni dərk etmə dünyadakı anlayışların, məfhumların, biliklərin, problemlərin, hadisələrin anlaşılması, başa düşülməsi, mənimsənilməsi və dərk olunması prosesidir. Və adından da göründüyünüz kimi, yəni izahdan da görürsünüz ki, dərk etmə prosesində nə qədər mürəkkəb proseslər əhatə olunur. Hər bir elmdə öyrənilən mövzu əlbəttə özünün hissələrinə görə, xarakterinə görə, xüsusiyyətlərinə görə, gedişinə görə araşdırılır, öyrənilir. Bu mənada dərk etmə mövzusu da bir sıra ayrı-ayrı sahələrə bölünərək öyrənilir. Ona görə də biz əvvəlcə dərk etmənin özünün komponentlərinə baxaq, görək onu nələr əmələ gətirir, necə baş verir və nələr əmələ gətirir ki, bu dərk etmə prosesi baş verir. Dərk etmənin komponentləri sırasında ilk yerdə durur biliklərin, yəni dərk olunanların əsaslandırılması. Yəni, mən onları niyə dərk edirəm, onların içərisində mənə nə lazımdır, niyə dərk edirəm, necə dərk edirəm, nə qədər dərk eləməliyəm. Yəni, biz bu kimi suallar veririk. Biz yox, daha doğrusu bizim şuuraltımız və şuurlu sahə bu kimi suallar verir. Bunlar razılığa gəlirlər və biz dərk etdiklərimizə bu aspektdə yanaşırıq. Mən nəyi və niyə dərk eləməliyəm və buna əsaslandırmalıyıq əvvəlcə. Əgər bizim daxili aləmimizdə o digər məsələlər var ki, onlar, mən çox da mövzudan kənarlaşmaq istəmirəm, yəni tələbat var, motiv var, maraq var. Bu mənada bu dərk olunanlar burada dərk olunanlara bizim münasibətimiz müəyyənləşməlidir və biz bu münasibətimizi əsaslandırmalıyıq. Və burada analiz-sintez prosesləri qurulmalıdır. Yəni, biz onları dərk eləmək üçün öz idrakımızın imkanlarının, bütün təxəyyülün də, təfəkkürün də, analiz-sintez qavrayışın da, əvvəlcə qavrayış, təfəkkürün analiz-sintez proseslərinin, daha çox sintez proseslərindən istifadə eləməli. Yəni, dərk olunanları ümumiləşdirərək, onlar haqqında bir rəyə nəticəyə gəlməliyik ki, biz bunları
hansı yolla dərk eləməliyik, necə tətbiq eləməliyik, necə həyata keçirməliyik ki, o dərk olanlar üçün bu yetərli olsun. Yəni o qədər keyfiyyətdə dərk eləməliyik ki, o bizə gələcəkdə lazım olsun. Yəni bütün bunlar insan psixikasının sualları qarşılığında baş verir. Yəni daxili aləmdən yaranan suallar qarşılığında baş verir ki, biz nələri necə dərk eləyək. Və eyni zamanda tətbiqi məsələlər var ki, bu bizə gələcəkdə nə üçün lazımdır? Siz təsəvvür eləyin ki, hafizə proseslərinin özündə o qədər mürəkkəbliklər var ki, biz hafizə haqqında qısa məlumat vermişdik sizə. Orada uzun müddətli və qısa müddətli hafizədən danışılır. Qısa müddətli hafizə hazırda bugün həm işçi hafizə adlanır, həm operativ hafizə adlanır. Elə bil ki, sanki bu hafizənin ilk qəbul olunan məlumatları içərisindən şuuraltı özü bizə nələrin lazım olacağını, gələcəkdə nələri tətbiq edəcəyimizi seçir və onu ambara göndərir mexaniki olaraq. Və həm də biz şuurlu olaraq həmin informasiyalara şuurlu olaraq yanaşırıq və onların içərisindən lazım olanları uzun müddətli hafizəyə göndəririk. Bəzən hətta qeydlər eləyirik, hansısa bir sxemlər qururuq, yəni onları mənimsəmək üçün, dərk eləmək üçün əməliyyatlar aparırıq. Və bu mənada deməli, dərk etmənin komponentləri içərisində əsaslandırmaq, sintez eləmək və tətbiq eləmək məsələləri öndə durur. Bu quruluşlar çox mühüm çıxış eləyir burada. Və burada əsas rolu oynayan sistem dərk etmənin anatomiyasını təşkil edən kognitiv sistemdir. Kognitiv sistem içərisində də orada bütün duyğular, sensor siqnalların qəbul olunmasından başlayaraq artıq təfəkkürdə bir hazır məhsul kimi nəticənin çıxarılmasına qədər olan bütün kognitiv proseslər, idrak prosesləri bu prosesin içərisinə daxildir. Bunları biz alt komponentlərdə adlandıra bilərik. Yəni sensor siqnalların qəbulu, qavranılması, yadda saxlanılması, hifz olunması, yenidən yada salınması, təxəyyüldə canlandırılması və s. və ilaxır. Bu məsələlər hamısı kognitiv sistemə aiddir. Və yenə də bu məsələlərin qəbul olunan biliklərin, mənimsənilən biliklərin əsaslandırılması məsələləri gəlir. Bunların sintez olunması məsələləri gəlir və bunlar hamısı dərk etmənin birinci əsas komponentlərini təşkil edir. Yəni əsaslandırmaq, sintez eləmək və tətbiq eləmək. İkinci komponent sosial komponentlərdir, sosial-emosional komponentlərdir. Burada bir çox suallar yaranır. Burada bizim dünyaya münasibətimiz məsələsi, yəni bu biliklərə, öyrəndiyimiz, mənimsədiyimiz biliklərə münasibətimiz məsələsi var. Burada bir üç komponent birləşir sanki. Bizim münasibətimiz, bizim empatik yanaşmamız, eyni zamanda bizim bu biliklərə uyğunlaşaraq onu həyata keçirməyimiz. Yəni biz bu münasibəti müəyyən elədikdən sonra o biliklərin mənimsənilməsində, dərk olunmasında və istifadə olunmasında bizim həm məlumata münasibətimiz, həm o məlumatla əlaqəli olan insanlara, sosial şəraitə, sosial situasiyaya münasibətimiz, eyni zamanda bizim bu yeniliklərə uyğunlaşmamız və yaxud da bu bilikləri özümüz üçün, öz şuurumuz üçün, öz daxili aləmimiz üçün uyğunlaşdırmağımız mühüm amildir. Burada mən bir kiçik haşiyə çıxmaq istəyirəm. Biz tez-tez müasir gənclərdən psixoloji problemlərlə bağlı narahatlıqlar eşidirik. Xüsusilə kompüter texnologiyaları məşğul olan, proqramlaşdırma, IT sistemləri ilə işləyən gənclərimizdə yüklənmələr baş verir, müxtəlif streslər əmələ gəlir, depressiv hallar yaranır, yorğunluq, emosional yanma sindromu özünü göstərir və s. eləmir. Bəziləri hətta xəstəlik səviyyəsinə qədər gəlib çatırlar. Bax, bu adlarını sadalanan dərk etmə proseslərində daxili aləmə zidd olan, daxili maraqlara uyğun gəlməyən informasiyalar üzərində mütəmadi olaraq işləmək beyni yorur, insanın enerjisini tükədir və bu enerji tükənməsi artıq
bir daxildə bir münaqişələrə səbəb olur. Həm şəxsiyyət daxili münaqişələr yaradır. Bu münaqişələri yatırtmaq üçün müdafiə mexanizmləri əmələ yaranır. Bu müdafiə mexanizmləri də lazımsız şəkildə daim insanın uğurlu fəaliyyətinə yönəlməli olan enerjini istifadə edir və enerjini tükədir. Burada deməli insanın özünün təbii quruluşuna, intellektual imkanlarına və bioloji enerjisinə uyğun olan fəaliyyət sahəsinə çalışması çox vacibdir ki, insan o bədənində istehsal olunan psixoenerjini, hansı ki o fiziki enerji, bioloji enerji, kimyəvi enerji bir-biri ilə qarşılıqlı əlaqədə emal olunaraq keyfiyyətdən keyfiyyətə keçərək psixoenerji yaradır. Yəni biz öz psixoenerjimizi sevdiyimiz və bacardığımız sahələrdə sərf eləyəndə bu enerji balansı daim yenilənir və əvəzlənir. Yeni enerji, keyfiyyətli enerji əmələ gəlir. Amma dediyim kimi yüklənmələr nəticəsində dərk etməni yüklədikcə, insan özünün idraki fəaliyyətini yüklədikcə, istəmədiyi, sevmədiyi fəaliyyət sahələrində məşğul olduqca bu enerji tükənir. Bir tərəfdən bioloji sistem yorulur, digər tərəfdən də psixoloji sistem yorulur. Dərk etmənin də keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür. Ona görə də dərk etmənin əsas komponentləri içərisində empatiya, emosional sistemin qorunması məsələsi çox mühüm yer tutur və burada əlbəttə ki, bizim bu informasiyalara, bu yeni biliklərə uyğunlaşmağımız, onları lazım şəkildə tətbiq eləməyimiz də çox mühüm məsələdir ki, biz bugün insana yanaşanda onu bir robot kimi təsəvvür eləyə bilmərik. İnsan robot deyil. İnsanın quruluşunda hər cür kimyəvi, bioloji, yəni psixoloji, etnopsixoloji, etnik məsələlər var ki, bunlar hamısı bir-birisi ilə vəhdət təşkil eləməlidir. Yəni onların hər birisinin balansını qorumaq lazımdır və tələbatlarını, istəklərini nəzərə almaq lazımdır. Eyni zamanda burada şəxsiyyətin quruluşunda olan o mənlərin, təbii mən, sosial mən və ideal mənlərin tələbatlarını və istəklərini də qarşılıqlı harmoni şəkildə nəzərə almaq lazımdır. Əks halda bizim dərk etmə fəaliyyətimiz istədiyimiz səviyyədə qurulmaya bilər. Dərk etmənin bir çox funksiyaları var. Bu funksiyalar içərisində yenə də əsas yerdə durur kognitiv funksiyalar. Kognitiv funksiyaların hər birisi də özünün törəmə funksiyaları var ki, məsələn, kognitiv funksiyalarda yenə də mən bunu təkrarlamaq istəmirəm. Burada diqqət duyğulardan başlamış bütün idrak proseslərinə aid olan funksiyalar var ki, hər birisi öz funksiyasını düzgün yerinə yetirməlidir. Sensor siqnallar dəqiq, aydın çatdırılmalıdır. Qavrama özünün tamlıq xüsusiyyətinə, digər xüsusiyyətlərinə uyğun onu qavramalıdır. İnformasiyanı hafizəyə dəqiq ötürməlidir. Hafizə onun içərisindən lazım olanları seçməlidir və burada təfəkkürlə hafizənin qarşılıqlı əlaqəsi, təxəyyüllə təfəkkürün qarşılıqlı əlaqəsi, emosional iradi sistemin bu prosesə nəzarət eləməsi, diqqətin bütün bu prosesləri nəzarətdə saxlayaraq düzgün tənzimləməsi, bunların hər birisi, bax bu adlarını sadaladığım idrak proseslərinin hər birinə aid olan funksiyalardır. Dərk etmə sahəsində yekunda dərk etmənin bütöv bir yekdil asosiativ funksiyaları əmələ gəlir ki, dərk etmə fəaliyyəti normal şəkildə tənzimlənir. Dərk etmə fəaliyyətinin özünə məxsus quruluşu var. Dərk etmə fəaliyyətinin quruluşu psixologiyada, elə psixologiya yarandığı gündən həmişə öyrənilir, bu gün də öyrənilir və dediyim kimi artıq kognitiv psixologiyada bu quruluş daha çox incələnir. Mən bir məsələni qeyd edeyim ki, dərk etmə fəaliyyəti, məsələn, 20-ci əsrin əvvəllərində idrak prosesləri ilə məhdudlaşdırılırdı daha çox. Düzdür, ora şəxsiyyətin bəzi keyfiyyətləri, məsələn, motivdir, məqsəddir, fəaliyyətə aid olan quruluşlar da daxil olunurdu, amma əsasən idrak prosesləri ilə məhdudlaşırdı və tədqiqatlar bu istiqamətdə gedirdi. Siz bilirsiniz ki, 19-cu əsrin sonlarında Gestalt psixologiya öyrənildi, elə hafizə Ebbinghaus tərəfindən hafizənin ilk tədqiqatları aparıldı. Sonra həmin dövrdən başlayaraq artıq təfəkkür öyrənilməyə başlandı. Yəni
Sonra təhsillə bağlı olaraq Torndayın tədqiqatları gəldi, başqa tədqiqatçıların yeni intellektlə bağlı kəşfləri ortaya çıxdı. Yenə də bu, yəni 20-ci əsrin 30-40-cı illərinə qədər dərk etmə prosesləri əsasən idrak prosesləri ilə məhdudlaşırdı. Yəni bu sahədə öyrənilmişdi və bu mənada belə bir iddia irəli sürülür ki, kognitiv psixologiya tədqiqatçıları tərəfindən, yəni Avropanın tədqiqatçıları dərk etmə sahəsini daha çox ayrı-ayrı idrak prosesləri ilə məhdudlaşdırırdılar. Amma Amerika tədqiqatçıları artıq proseslər arası əlaqələr öyrənməyə başladılar. Əslində burada bir qədər haqsız yanaşma var. O mənada ki, dediyim kimi, mən əvvəlki çıxışlarımda bunu qeyd eləmişəm, psixologiya tarixi ilə bağlı olaraq həm Birinci Dünya müharibəsində, həm də İkinci Dünya müharibəsində Avropa tədqiqatçılarının Amerikaya çoxsaylı axını başladı, xüsusilə İkinci Dünya müharibəsində və adlarını çəkdiyimiz, dediyimiz Avstriya məktəbinin nümayəndələri, Almaniya məktəbinin nümayəndələri, əksəriyyəti Almaniyadan, Avropadan çıxıb getməyə məcbur olurlar. Çünki bu tədqiqatçıların əksəriyyəti içərisində çoxsaylı yəhudi mənşəli tədqiqatçılar vardı. Ümumiyyətlə bunlar hamısı təqib olunurdular Hitler yəni hökuməti tərəfindən, nasistlər tərəfindən təqib olunurdular və onlar öz təcrübələrini, biliklərini, bacarıqlarını götürüb getdilər Amerikaya. Amerika məktəbini daha da gücləndirdilər. Və bu mənada bu məsələyə belə yəni bir qədər ədalətsiz yanaşma kimi mən bunu qiymətləndirirəm. Ondan sonra bu tədqiqatlar nəticəsində və o Avropadan gələn tədqiqatçıların da köməyi nəticəsində Amerika məktəbi daha da gücləndi. Bu kognitiv psixologiya əmələ yarandı. Həm də ki, əldə olunan yeni faktlar da bu elmin əsaslarını yaratdı, əmələ gətirdi və artıq dərk etmə sahəsində yeni proseslər meydana gəldi və artıq proseslər arası əlaqələr öyrənildi. Xüsusilə hafizə sahəsində çox mürəkkəb kəşflər meydana gəldi ki, bu kognitiv sistemin izah olunmasına imkan yaratdı ki, dərk etmə əslində daha çox hansı sahələri əhatə edir. Burada ümumiyyətlə dərk etmə sahəsini biz dərk etmənin belə bir vahid bir anlayış kimi ifadə eləsək də, yəni izahlardan da görürsünüz ki, dərk etmə sahəsi ayrı-ayrı komponentlərdən ibarət, ayrı-ayrı quruluşlara malikdir və bu quruluşlar bütövlükdə dərk etməni əmələ gətirir. Bu dərk etmə sahəsində bu məsələdən danışanda biz Rusiya məktəbinin adını mütləq çəkməliyik. Ümumiyyətlə, dünyada Rusiya məktəbi qədər psixikanın əsaslarını, psixikanın quruluşunu, idrak proseslərinin quruluşunu 20-ci əsrdə ciddi şəkildə öyrənən ikinci bir məktəb yoxdur. Doğrudan da bu sahədə Rusiya məktəbinin təmsilçilərinin, Luriyanın, Vygotskinin, Rubinšteynin, Leontyevin, Elkoninin, Zaporojetsin, Ananyev, Lomov, yəni Anoxin, Nebuchilin fərdiyyətlə bağlı çox güclü tədqiqatlar aparıblar, Millerin və başqalar. Yəni onlarla Rusiya tədqiqatçıları bu dərk etmənin əsasları ilə bağlı çox gözəl araşdırmalar aparıblar, təcrübələr keçiriblər, eksperimentlər qoyublar və bugün bu elmin bu səviyyədə inkişafında onların böyük rolu var. Və onlardan biri Rubinšteyn belə izah eləyir ki, əslində dərk etmənin baş verməsi proseslərin gedişindən əhəmiyyətli dərəcədə asılıdır. Yəni, o deyir ki, dərk etmənin sirli açarı bax, dərk etmə proseslərinin içərisindədir. Biz dərk etmə proseslərinin necə getdiyini öyrənmək üçün məhz o proseslərin özlərini araşdırıb öyrənməliyik. Harada zəifdir, harada güclüdür, harada hansı məsələlər düzgün qurulmuyubdur və bu proseslər arasında əlaqələr olanda, quruluşlar arasındakı əlaqələr öyrəniləndə dərk etmənin də nə olduğunu daha asan başa düşə bilirik. Və bu mənada dərk etmənin quruluşuna aid olan bir çox anlayışların öyrənilməsi lazım gəlir. Dərk etmə, idrak prosesləri, proseslər arası əlaqələr, quruluş, əməliyyatlar, hərəkətlər və s. Məsələn, fəaliyyətin quruluşu ilə bağlı
Rusiya məktəbində Asmalovun çox gözəl tədqiqatları var, Amosovun tədqiqatları var, ümumiyyətlə Qalperinin nəhəng tədqiqatları var, fəaliyyətin quruluşu ilə bağlı, digər tədqiqatçıların da araşdırmaları var ki, onlar dərk etmənin quruluşu haqqında bizə çox gözəl, aydın, izahlı məlumatlar verirlər ki, bu quruluşda nələr mühüm yer tutur. Hansının yeri hardadır, hansından sonra başlayır, hansı nəyi davam elətdirir və yekunda uğurlu nəticənin əldə olunması üçün şərtlər nədir ki, dərk etmə prosesi necə qurulmalıdır. Bu mənada dərk etmənin quruluşunda bu sistemə aid olan yenə də idrak prosesləri durur. İdrak proseslərinin içərisində bizə ümumiyyətlə bu psixi proseslər adını desək daha yaxşı olar. Psixi proseslər, onun içərisində idrak prosesləri, hissi proseslər və iradi proseslər burada mühüm rol oynayır. Eyni zamanda şəxsiyyətin bəzi quruluşları da var ki, bu fəaliyyətə aid olan, əqli fəaliyyətə aid olan quruluşların da burada iştirakı çox vacibdir. Buraya aiddir motivləşmə, iradi səy göstərmək, maraqlanmaq, empatik yanaşmaq və s. və ilaxır. Nəhayət, dərk etmə əməliyyatları haqqında bəzi fikirlərimi də deməliyəm. Dərk etmə əməliyyatlarını təhlil etmək üçün biz mütləq bu baş verən əqli proseslərin gedişini izləməliyik, öyrənməliyik və bu sistemli şəkildə təhlil olunubdur. Dərk etmə əməliyyatları hərəkətlər toplusudur. Yəni, biz nəyisə dərk eləmək üçün, öyrənmək üçün, adından da mən izahında dedim ki, dərk etmə prosesi, dərk etmə biliklərin, anlayışların, problemlərin və hadisələrin başa düşülməsidir və mənimsənilməsidir. Bax, bu prosesdə nədən başlamalıdır? Birinci, əlbəttə, plan qurulmalıdır. Dərk etməyə ümumiyyətlə motivləşmək lazımdır, hazırlaşmaq lazımdır. Ondan sonra biz plan qururuq, strategiya müəyyənləşdiririk, nəyi necə öyrənəsiyik, nəyi necə mənimsəməliyik. Biz əvvəlki mövzularımızda bu məsələlərdən danışmışdıq. Öyrənmə və mənimsəmə haqqında, düşüncə, öyrənmə, mənimsəmə və hazırda dərk etmə haqqında danışırıq. Gələcəkdə artıq intellekt haqqında və dərk etməyə aid olan digər quruluşlar haqqında da söhbətimiz olacaq. Burada bu əməliyyatların gedişində ona nəzarət eləmək də çox mühüm məsələdir. Nəzarət zamanı aşkar olunan səhvlərin təhlil olunması, qurulan planın gedişinin düzgün olub-olmamasına müəyyənləşdirmək, prosesin gedişinə bələdləşmək, onun nəticələrinə düzgün yönəlməsi üçün planı çevik şəkildə idarə eləmək, lazım gəlsə dəyişmək və müəyyən nəticə əldə eləmək. Görürsünüzmü? Burada bütöv bir sistem var, əlaqəlilik var. Bu əlaqəlilik hazırda mən tez-tez bu dərk etməyə aid olan, ümumiyyətlə bu kognitiv sistemə aid olan məsələlərlə bağlı bunu hazırki kurikulumlarla müqayisə edirəm, taksonlar sistemi ilə. Dünyada yenə də xatırladım ki, hazırda təhsil sistemlərində önəmli rol oynayan kurikulum proqramlarında taksonlardan istifadə olunur. Təlim məqsədləri taksonları, taksonomiyalar deyirik biz onlara. Təlim məqsədlərinin taksonomiyaların əsasında bax elə bu dərk etmə və kognitiv psixologiya sahəsində dərk etmənin mərhələləri ilə bağlı aparılan tədqiqatlar durur. Bu tədqiqatlar üzərində Bloom və başqaları öz sxemlərini qurublar. İndi baxın, burada dərk etmənin mərhələlərindən biz danışanda nümunə olaraq Bloom taksonomiyasını nümunə götürə bilərik. Onun iki forması var, iki variantı var. İlkin variantı və sonraki variantı. İlkin variantı daha sadədir, sonraki variantını daha iki yeni mərhələdə əlavə olunur. Bloom taksonomiyasında belə bir sistem var. Yəni, bilik, anlama, tətbiq etmə, analiz eləmə, sonra sintez eləmək, qiymətləndirmək və bunlar, orada empatiya məsələsi də var, əməkdaşlıq qismində. Və bütün bu sistem, görürsünüz ki, dərk etmənin mərhələlərinə uyğun gəlir. İnsan hansısa biliyi mənimsəmək üçün, dərk eləmək üçün əvvəlcə onu anlamalıdır, başa düşməlidir. Bu mənə nə üçün lazımdır?
onun tətbiqi yollarını düşünməlidir və bu məna verməlidir biliklərə. Bundan sonra bunları ayrılmalıdır hissələrə, bölməlidir, yəni təhlil eləməlidir. Sonra o hissələri yeni bir formada birləşdirməlidir. Burada artıq biz gedirik qavrayış nəzəriyyələrinə. Qavrayış nəzəriyyələrində fenomen qanunu yadınıza salıram. Yəni burada hissələrin birləşməsi bir proses əmələ gətirir, bir hadisə əmələ gətirir, yeni bir yenilik əmələ gətirir. Biz məsələn 4 dənə ayrılmış çubuğu, kvadrat əmələ gətirən çubuğu biz müxtəlif formada qoya bilərik. Amma onu kvadratın qanunlarına uyğun birləşdirəndə kvadrat kimi olur. Biz onu trapesiya kimi də eləyə bilərik. Biz onu başqa bir hədəs forma kimi də, rom kimi də eləyə bilərik. Artıq bu bizim həmin elementlər içərisindən bizə nə lazımdır düşüncəsindən əmələ gəlir. Yəni bu bizim tələbatımızın ona göstərdiyi münasibətdən yaranır. Elə Gestalt psixologiyada fiqur-form qanununda da bu var. Yəni bütövlükdə görürsünüz, kognitiv sistem tamamilə bir-birindən o qədər bağlıdır ki, burada bizim dərk elədiklərimizlə şəxsiyyətimizin daxilində olan istəklər, tələbatlar, meyillər, arzular, məqsədlər, bunlar hamısı doğru qoşulur və dərk etmənin gedişini dəyişir. Yəni ümumiyyətlə belə deyək ki, dünya yarandığı gündən yeni fikirlər söylənilib. İstər mifoloji dünya görüşdə olsun, istər dini dünya görüş, istər də sonra yaranan elmi dünya görüşdə burada biz bəlkə də bəzən 13-cü əsrdə yaşamış, yaratmış mütəfəkkirlərimizin, məsələn, Nəsirəddin Tusinin düşüncələrindən bəzi hallarda uzağa gedə bilmirik. Amma onun düşüncələrini bugünün tələblərinə uyğun olaraq yeniləyirik. Yəni, hər bir insanın dərk etmə prosesində bir yenilik baş verir. Dərk elədiklərinə, mənimsədiklərinə, özünə məxsus tərzdə yaşadığı dövrün tarixi şəraitinə, özünün içərisində olduğu sosial situasiyalara, ondan verilən tələblərə, ondan gözlənilənlərə və özünün gözlədiklərinə uyğun olaraq onları yenidən qurur. Yenidən yaradır, yenidən yanaşır. Və bu mənada biz hər birimiz dərk etdiklərimizə yeni münasibət göstəririk, ona özümüzün, öz düşüncələrimizi, öz yanaşmalarımızı da ona veririk ki, bəli, bu bizim üçün bugün bu lazımdır. O mənada dərk etmənin həm mərhələlərində, həm gedişində bir yeniliklər əmələ gəlir ki, biz bu məsələlərdə öz yaradıcılığımızı da məhsul kimi onun içərisində verəndə bu daha gözəl olur. Bu məsələ ilə bağlı Azərbaycanda və dünyada həmişə fikirlər söylənilib. Biz əslində öz ədiblərimizin, öz tanınmış simalarımızın fikirlərini o qədər də önəm vermirik. Amma əslində bax bu məsələn dərk etmə məsələsi ilə bağlı hələ 1936-cı ildə Üzeyir Hacıbəyovun bir məqaləsi çap olunub. Kəşf yolu ilə öyrənmə məsələsi. Azərbaycanda mərhum professor Bayram Bayramovun doktorluq işidir. Yəni əqli keyfiyyətlərlə bağlı, təfəkkürün tənqidiliyinə bağlı çox gözəl tədqiqatları var. Mirzə Canzadənin, mərhum akademik Mirzə Canzadənin təfəkkürün tənqidiliyi ilə bağlı çox gözəl araşdırmaları, fikirləri var. O cümlədən təbii ki, dünyanın psixologiya laboratoriyalarında işləyən, fəaliyyət göstərən alimlər dərk etməklə bağlı bizə çox gözəl elmi faktlar veriblər və bugün də biz onlardan bəhrələnirik. Eyni zamanda özləri fəaliyyət göstərmiş, deyək ki, Brunner'in tədqiqatları var, Jean Piaget'in var, Vygotsky'nin var, başqalarının var ki, biz bugün onların biliklərindən, məlumatlarından və faktlarından səmərəli şəkildə yararlana bilirik. Yəni, burada biz bugün dərk etmə prosesi haqqında danışarkən hər birimizin nəyi, necə, nə üçün dərk etdiyimizə biraz diqqətli yanaşmalıyıq. Biz dərk etdiklərimizdən gələcəkdə necə yararlanacağımızı ayırd eləməliyik. Biz bilməliyik ki, bizim bugün dərk etmə lazımsız bir şeyə, nələrsə öyrənməyə yönələn diqqətimiz bizim sabahımız üçün heç nə verə bilmir.
Xüsusilə bugün bu informasiya texnologiyaları dövründə uşaqların, yeniyetmələrin, gənclərin, yaşlı insanların vaxtlarının çoxunu telefonlarda bizim də bugün çıxış elədiyimiz TikToklara, Instagram səhifələrinə, başqa sosial şəbəkələrə, Facebook səhifələrinə, mənasız şeylərə vaxtlarını sərf eləmələri əlbəttə onların gələcəyinə heç nə vermir. Əgər siz mənim və yaxud da başqa elm adamlarını, başqa gərəkli danışıq olanları dinləyirsinizsə və bizi də sizə bu fikirləri çatdırmaq üçün TikToka gəlməyə məcbur eləmisinizsə, heç olmasa bunları dinləyin, yararlanın ki, gələcəkdə siz öz həyatınızı necə qura bilərsiniz? Bugün aldığınız məlumatlar, biliklər, mənimsədiyiniz informasiyalar gələcəkdə sizə necə lazım olacaq? Və digər tərəfdən, şəxsi dərk etmə xüsusiyyətlərinizi diaqnozlaşdırın, öz keyfiyyətlərinizi öyrənin, qavramanızın tipini, təfəkkürün tipini, intellektin tipini, bunları əgər dərk edə bilsəniz, məsələn, informasiyaları daha yaxşı dərk etmə yolunu da öyrənə bilərsiniz. Dəfələrlə demişəm, yenə də xatırladıram. Bu sahədə dünya şöhrətli alim Howard Gardnerin çoxsaylı intellekt tipləri nəzəriyyəsi var. İngilis dilində var, rus dilində var, bizim də əlimizdə Azərbaycan dilində bir neçə variantların tərcümə olunmuş nümunələri var. Əgər dilləri bilirsinizsə, o onlayn şəkildə intellekt tipinizi müəyyənləşdirə bilərsiniz ki, siz informasiyanı hansı yolla, hansı fəaliyyətə daha yaxşı dərk edirsiniz. Siz özünüzün məntiqi riyazi tipinə, lingvistik tipə, vizual məkan tipinə, musiqili tipə, naturalist tipə, şəxsiyyət daxili və şəxsiyyətlər arası, kinestetik və bu tipə aid olduğunuzu dəqiqləşdirdikdən sonra biləcəksiniz ki, sizin məntiqiniz, məsələn, güclüdür riyazi məntiqi tipsiz, siz informasiyaları sol yarımkürəli insan olduğunuza görə məntiqi şəkildən rahat təhlil edə bilirsiniz, anlaya və mənimsəyə bilirsiniz. Sizə o qədər də nağıllar danışmaq, tarixlər söyləməyə ehtiyac yoxdur. Bu sizlik deyil. Amma lingvistik tipli insanlar əksinə, onlar dünyanın dilin ruhu ilə anlayırlar. Dil üzərində, yazı üzərində, ədəbiyyatlar üzərində daha yaxşı işləyirlər, tərcümələr edirlər və dil vasitəsilə daha yaxşı anlayırlar, qəbul edirlər. Musiqili tipli insanların öyrənmə prosesində mütləq ritm olmalıdır. Estetik olmalıdır. Estetik o mənada ki, yəni daxili ekoloji estetika olmalıdır. Daxili ekoloji estetika. Onun damarlarında axan qan da ritmlə axır. O həmişə həyatda bir səliqə, sahman, nizam, intizam. Xörək bişirər musiqi ilə, dərs oxuyar musiqi ilə. Bu demək deyil ki, musiqiçi olmalıdır. Bu demək ki, o həyatı ritmlə qavrayır. Kinestetik tipli insansızsa mütləq siz dünyanı əlinizlə, ayağınızla, bədəninizlə mənimsəyəcəksiniz, dərk eləyəcəksiniz. Sizə hərəkətli olmaq lazımdır. Sizin topografik sisteminiz, sizin yəni məkandakı fiqurunuz, müvazinətiniz yəni o qədər səlisdir ki, vestibulyar sisteminiz o qədər səlisdir ki, siz hərəkətlərdə olanda hər şeyi daha yaxşı qavrayırsınız. Əllə kəsmək, tökmək, yapışdırmaq, quraşdırmaq, şəkil çəkmək, hərəkət eləmək, rəqs eləmək və başqa idman hərəkətlər. Bunlar hamısı bu kinestetik tipli insanların dərk etmə yoludur. Və başqa intellekt tipləri. Bəli, siz bu öz tipologiyanızı müəyyən eləsəniz, sizin dərk etməniz də çox rahatlaşar, asanlaşar. Hətta mən tez-tez bu repetitorlara müraciət edirəm, deyirəm ki, əzizlərim, siz tələbələri imtahana 2-3 gün qalmış deyil, imtahana hazırlığı ilin başlanğıcından psixologların yanına göndərməlisiniz. Onlar özlərinin dərk etmə yolunu təyin eləməlidirlər. Onlar hansı psixoloji tipdirlər, hansı yolla daha yaxşı dərk edirlər, özünün tipini müəyyənləşdirməlidir və bundan sonra daha rahat olmalıdır. Eyni zamanda bu yolla da özünə düzgün peşə sahəsi seçməlidir. Mən elə çıxışımın əvvəlindən axı qeyd elədim. Bizim hər birimizin həyatda fəaliyyət göstərmək üçün bizə verilən proqram var və o proqramda yol var. Biz öz temperament tipimizə, fərdilik quruluşumuza, daxili olan bütün quruluşlara uyğun, intellekt tipimizə uyğun olan
fəaliyyət sahəsi seçəriksə, sağlamlığımızı da qoruya bilərik, psixoloji müvazinətimizi də qoruya bilərik, özümüzə, ailəmizə, cəmiyyətə daha çox xeyir verərik, emosional vəziyyətimiz də yaxşı olar, biz daha çox yəni maddiyyat dalınca deyil, ruhumuzu dinləndirmək, ruhumuzu rahat salmaq ardınca qaçarıq. Hər birinizə ruhun azadlığını və ruhun sağlamlığını